Herkese salam uşaqlar. Kanala ve videoya hər biriniz xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə biz səhifə 38-də olan tapşırıqların, 39-da olan tapşırıqların izahına baxacağıq. Deməli, baxarıq öyrəndiklərinizi tətbiq edin. Deməli, burada birinci çalışmamıza gəlin baxaq. Başdan deyirəm ki, əgər başa düşmədiyiniz bir şeylər olarsa, mütləq şəkildə siz şərhlərdə qeyd edin, sizlərə cavablandıracağam. Yaxud da əgər görsəm ki, uzun bir cavablandırma aparırsa, bunun üçün xüsusi bir video çəkəcəm. Və bu videoya sizləri etiketləyəcəm üçün siz rahatlıqla gəlib baxa biləcəksiniz. Yəni, sual verirsinizsə, bildirişlərə baxın. Sual verirsiniz, cavabını yazırıq ora, bir dastan qədər bir izah orada veririk. Amma siz yenə də baxmırsınız. Bu mənim heç də xoşuma gəlmir, yəni. Əgər sual verirsinizsə, xahiş cavabına baxın. İndi birə baxırıq. İngilis kimyaçısı John Daltonun, John olaraq oxunur bu. John Daltonun atom maddənin bölünməz hissəcidir fikri müasir tədqiqatlara görə düzgündürmü? Fikrinizi əsaslandırın. Sizə belə deyim ki, atom dərsimizin içində deyib ki, atom neytron, elektron, proton adlanan hissə zərrəciklərə bölünür. Yəni, əgər bu qədər zərrəciklərə bölünürsə, bu atom maddənin bölünməz hissəcidir deyə bilmərik axı buna. Burada da atom sözü ümumiyyətlə bizə bölünməz mənasını verir. Baxın, bölünməz. Atom ümumiyyətlə bölünməz mənasını verir. Amma o vaxtlarda artıq atom adını qoyduqları üçün yəni dəyişiklik aparmayıblar və belə deyək də, başqa bir ad tapmayıblar ki, biz buna nə ad qoya bilərik ki, yəni. Atom adında elə o vaxtdan belə qalıb. Amma əslinə qalanda bölünməz deməkdir, düzünə qalanda. Amma ki, bölünməz deməkdə heç də düzgün ola bilməz. Çünki dərsinizdə elə verilib ki, atom neytron, elektron, proton adlanan zərrəciklərə bölünmüşdür. Hətta sizə belə bir əlavə bir məlumat da verim ki, o neytrondur, protondur, elektron var ha. Bunlar özləri də daha da kiçik zərrəciklərə bölünə bilirlər. Yəni, atom düşünün, bax bir təsəvvür edin ki, atom bax bura qoyduğum böyük oldu. Bura qoyduğum nöqtəni görürsünüz indi. Bura qoyduğum nöqtəni yenə mən görə bilirəm. Atom o qədər kiçikdir ki, onu heç görmək də olmur. Və düşünün ki, atom bax bu qədər kiçikdir ha. Hələ neytron da, elektron da bundan da kiçikdir. Onların bölündüyü zərrəciklər də elektron və neytrondan kiçikdir. Bax belə də davam edir. Həqiqətən çox qəribə bir hadisədir. Həqiqətən maraqlı bir hadisələrdir hər biri. Ümumiyyətlə fənlərin çoxusu maraqlıdır. İndi buraya yazırsınız ki, cavab olaraq xeyr. Nöqtə qoyursunuz. Daha sonra yazırsınız ki, atom, proton, neytron, elektron adlanan daha kiçik zərrəciklərə bölünə bilir. Yəni, isbat etmiş olduq ki, John Daltonun fikri tamamilə yanlışdır. Yanlışdır. İkiyə baxırıq. Elementləri verib bizə cədvəldə proton sayını verib, neytron sayını verib. Deməli, A-da bizə deyir ki, A variantında səhifə 38-də verilmiş berilyum atomunun, berilyum budur, berilyum atomunun modelindən istifadə edərək karbon atomunun proton, neytron və elektron sayını hesablayın. Deməli, görək proton sayı nə qədərdir? Səhifə neçədə? 38-də. Burada bizə verməlidir. Berilyumu verib bizə. Baxın, berilyum, belə göstərim sizlərə. Verib. Deməli, neytronu verib, protonu verib, neytron verib və elektron verib. Bizim bu elektronla işimiz yoxdur. Burada da şəkildə göstərilib ki, protonu hansıdır, neytronu hansıdır, elektronu hansıdır. Protonun bunlar təşkil edir. Bax, bu bənövşəylər. Neytrondur, bunlardır.
5 dənə neytronu, 4 dənə protonu var. Yadımızda saxladıq. İndi gedirik səhifə 39-da şut çəkmək. Uşaqlar ola bilər, soruşa bilərsiniz ki, ay müəllim, bəs burada səhifə 41 göstərici 38 deyə bilərsiniz. Qabaqda indi ön hissəsinə görə uşaqlar PDF-də 39 olsa da 41 kimi göstərilir. Çünki qabaq bax bu səhifələrdə ön qapağını belə götürürlər səhifə olaraq, ona görə səbəb budur yəni. Hə, biz hal-hazırda buradayıq. İndi bu hissəni biz çoxdan sevirdik. Gəlin indi tapaq. Deməli, protonun biz öyrəndik ki, protonu bunun nə qədər idi uşaqlar? 4 idi. İndi karbonun protonuna görə neçədir? Berilyumun protonun sayı 4 idi. Yəni A bərabər 4-dür. Əgər A 4-dürsə, 4-ün üstünə də mən gələrəm bax bu 2-ni. Alaram neçə uşaqlar? 6. İndi neytrona baxaq. Neytronda 5 vermişdi. Əgər B 5-ə bərabərdirsə, B-ni 5 yazıram. Karbonun neytronun sayı da 5 üstə gəlsin. 1 kimi götürüləcəkdir. Yəni 6. Deməli, protonla neytronun sayı bərabər imiş. Biz indi bunu hesabladıq. Siz də belə cədvəl çəkib hesablaya bilərsiniz, yaxud da elə berilyum yazıb qarşısına bunları da yaza bilərsiniz. Yəni və s. İndi keçək B variantına. Hətta belə işlədik üstündən xəstəkiyim. Hə. 2 elektronu atomun birinci, digərlərini isə ikinci elektron təbəqəsində yerləşdirməklə karbon atom modelini dəftərinizə çəkin. Atom modeli bax budur uşaqlar. Hani budur. Yəni buradakı kimi, berilyumdakı kimi yerləşdirəcək. Amma berilyumdakı neytronla protonun sayı fərqli ola bilər. Ona görə də ki, uşaqlar nə edirik biz? Bura baxıb iminə eynisini köçürdə bilmərik. Ona görə də keçirik artıq özümüz edəcək bunu. Deməli, bir dəqiqə. Baxın, deməli, hə. Gəlin çəkək. Tamamilə eyni olması üçün biz belə çəkək. Gəlin buradan. Burada indi fiqurlar olmadığı üçün biraz səliqəsiz çıxa bilər uşaqlar. Bir dəqiqə mən bunu tam da çəkim. Nə görə alınacaq? Nə görəksiniz? Nerede? Uşaqlar alınmır. Biraz əyri olsun da, yox yəni düzülür sanki. Burada çəkək. Biraz ay nə buydu be? İndi yerləşdirək neytronu və protonu. Neytron nə qədərdir? 6-dır. Hansı rəng seçək protonu? Bu rəng olsun, yaxşı. Notda 4 ki, hə. İndi biraz axırında çox uzaqda oldu. Biraz da yaxına gətirib buradan qoyaq. Hə. Neytronu qaldı, elektronu qaldı. Ən çətin gələn bu olacaq elə sizlərə deyə düşünürəm. Niyə? İndi baxaq. Deməli, 2 elektronu atomun birinci hissəsində. Baxın, proton nə qədərdirsə, elektron da o qədər olur.
İndi siz ionları öyrənəndə, ionlaşmanı, kationdu, aniondu, bunları öyrənəndə görəsiz ki, bəzən elə vaxt ola bilər ki, protonun sayı ilə elektronun sayı eyni olmaya bilir. Onları da gələcək dərslərdə öyrənəcəyiniz üçün mən sizə indidən deyib sizin başınızı qarışdırmaq istəmirəm. Əlbəttə istəyirəm ki, əlavə bir məlumat olaraq biləsiniz, qabaqcadan biləsiniz, amma indi həqiqətən də mən sizə bu məlumatı versəm, sizin başınız qarışa bilər və yəni gedərsiniz, danışarsınız, səhv-süz deyərsiniz, ondan sonra da yəni bir problem yaranmasın sizlər üçün də. Deməli, birinci təbəqəsində, yəni ilk elektron təbəqəsində, bax ilk elektron buradan başlayır, axırdan başlamır, buradan başlayır. Burada iki dənəsini yerləşdirəcək. 1, 2. İstədiyim yerə qoya bilərəm bu iki dənəsini. İstəsəm belə qoyardım, istəsəm ya da belə qoyardım. İndi 6 dənədən 2 dənə çıxdım. Bir dənə hətta belə yazdım ki, elektron bərabərdir. Elektron hepsi oldu. Hə, elektron bərabərdir -6-ya. Elektronun şərti işarəsi mənfidir uşaqlar. Hə, -6. Bundan da çıxdım. Baxın, yəni ümumiyyətlə şərti işarəsi də belə düşünün, 6 olaraq düşünün. 6-dan da çıxdım mən 2-ni. Yerdə nə qədər qalacaq uşaqlar? Lap bunu poza. 6-dan da çıxdım mən 2-ni. Nə qalacaq yerdə? 4 qalacaq da. Gəlin bu 4-dən indi bura yerləşdirək. İkinci ilə getdik səviyyəyə, təbəqəyə da. Birini bura yerləşdirirəm, birini də bunun qarşısına. Bir olsun burada, bir olsun burada. 4 dənə qalır yerdə, 4 dənəsini yerləşdirdim. Bax, belə şəkli eyni ilə belə çəkəcəksiniz. Yəni, dəstəkini eyni bənzəsin deyə, bax, bunun bənzəsin deyə əlimizdən gələni etdik artıq. Yəni, şəkli yaxınlaşdırıb daha da qəşəng bir versiyada çəkmək olardımı? Olardı əlbəttə ki. Sadəcə olaraq o qədər yormağa ehtiyac yoxdur deyə düşünürəm. Baxın, belə çəkəsiniz. Ya izah etdim, istəyirəm biraz sərgəli olsun. İzah etdim də artıq başa düşdünüz. Ona görə indi danışmadan bir çəkim görüm necə çəkəcək. Belə indi bu istəmirəm. Hə, şarkışın şəklini çəkdim. Siz indi belə də gedirə bilərsiniz şəkli, bax bu vəziyyətdə. Hə, indi gəldik digər öyrəndiklərimizi yoxlayın artıq keçdik. Bir neçə dəqiqədir çəkirik, hələ 13 dəqiqədir, yaxşıdır. Öyrəndiklərinizi tətbiq edinə baxaraq. Oh, indi ki bu. Uşaqlar əvvəlcədən belə idi bu. Belə çəkək, belə. Aha. Mən səhv görmədim ki, əyildi də. Neyse, baxarım sonra. Birə baxırıq. Maraqlı bir sualdır. Deyir, nə üçün proton və neytronun şərti kütləsi 1 götürüldüyü halda elektronun şərti kütləsi təqribən 0 qəbul edilir. İnanın ki, o qədər bir asan sualdır ki, mən bunu heç izah etmək istəmərəm, yormaq istəmərəm özümü. Bax, o cürə deyirəm sizlərə. Çünki dərsinizdə verilən bir şey izah etmək, yəni dərsi oxumaq mənasına gəlir. Siz oxumamısınız ki, bunu izah etmək lazım gəlir. İndi düzdür, bilənlər də var aranızda, sadəcə olaraq bilməyənlər deyirəm. Oxuyub o bilməyənlər.
Aha, bax əsas da bax bu hissəyə baxaq biz. İstəyir ki, proton və neytronun kütləsi təqribən bərabərdir. Protonla neytronun kütləsi. Bax belə yaza bilərik də. Proton. Burada çox qəşəng yazdıq. Proton bərabərdir. Nəyin kütləsinə? Neytronun kütləsi ilə bərabərdir. Elektronun kütləsi isə proton və neytronun kütləsindən təqribən elektron kütləsi 1840 dəfə. 1840 dəfə kiçikdir. İndi bizə burada təqribən versə də sizə tam dəqiqliklə bir məlumat verəcəm. Bunu qayda dəftərinizə istərsiniz qeyd edərsiniz, istərsiniz qeyd etməzsiniz. Baxın. Elektronun kütləsi protonun kütləsindən elektronun kütləsi təqribən uşaqlar 1836 dəfə kiçikdir. Kiçikdir belə. Neytronun kütləsindən isə neytronu da aşağıda yazıram uşaqlar. Elektron kiçikdir. Neytron kütləsindən isə tam dəqiqliklə deyirəm. Bax bunlar sizlərə. İstərsiniz araşdıra da bilərsiniz ki, bunlar dəqiqdirmi yoxsa yoxmu. Ola bilər də inanmayanlarınız yaxud da ki, necə bir maraqlı qalar ki, sizlərə həqiqətən doğrudurmu bu məlumat yoxsa mən random atmışam sizlərə. Deməli biz baxırıq ki, baxın, bu hissədə elektronun kütləsi protonun kütləsi ilə dəqiqliklə 1836 dəfə. Mən də tərkib işarəsini qoydum, əslində dəqiqliklə 1836 dəfə kiçikdir. Elektronun kütləsi neytronun kütləsindən 1839 dəfə kiçikdir. Ümumilikdə isə uşaqlar nə qədər kiçikdir? 1840 dəfə ilə indi oxuduq. 1840 dəfə ümumilikdə kiçikdir. Yəni buna bir cavab olaraq belə yaza bilərik ki, protonla neytronun kütləsi ümumi bizə şeyin kütləsini verir də, nüvənin kütləsi. Və hesablama apararkən şərti işarəsini artıq biz onu bir götürmüşük. Hesablama apararkən asanlaşdırmaq üçün elektronun kütləsini, daha doğrusu elektronun kütləsini 0 qəbul edilmişdir. Yəni çox kiçikdir. Elektronun kütləsi neytron və protonun kütləsindən çox kiçikdir. İnanılmaz dərəcədə kiçik olduğu üçün onu 0 şəklində qəbul edirik. Yəni 0 qəbul edildiksə, yəni hesablamanın asanlaşdırılması üçündür. Məsələn, şərti kütləsi də 1 götürülüb protonla neytronun. Əslinə qalanda heç 1 də deyil onların kütləsi, şərti kütləsi. Amma 1-ə daha yaxın olduqları üçün 1 götürülüb. Elektronunki də heç bir 0-a yaxın deyil, yəni ona görə də 0 götürülüb. Belə deyək də, yəni. Bunun izahı budur. Yazasınız ki, elektronun kütləsi proton və neytronun kütləsindən çox kiçik olduğu üçün və hesablamanı asanlaşdırmaq üçün şərti kütləsi təqribən 0 qəbul edilmişdir. Bax, bu şəkildə yazacaqsınız. Ümid edirəm aydın oldu, çünki bunun üstündə biraz çox qaldıq. Keçək indi 2-yə. Litium atomunda, səhv etməmsə, burada bizə litium atomu da verib. Kitab hər şeyi verib. Çox qəşəng, xoşum gəldi ki, demək ki, hər şeyin izahı bax bu kitabda var. Yəni sizə verilən tapşırığa cavab tapmamaq mümkün deyil uşaqlar. Çünki kitabda nə veribsə, hamısında sizə tapşırıq olaraq soruşur. Amma indi kitablar var ki, həqiqətən də dedikləri, yəni verdikləri tapşırıqla heç keçdikləri düzgün gəlmir. İndi bizə deyir ki, 2-də litium atomunda 3 proton, 4 neytron olduğunu bilərək müsbət A-nı müsbət qəbul edirik. Yəni A bərabərdir müsbət, B bərabərdir mənfi. C-də yazmırıq. Neytral nə müsbətdir, nə mənfidir.
Zərrəciklərin sayını müəyyən edin. Lityumda 3 dənə proton varsa, deməli 3 dənə də elektron var. Yazıram ki, proton bərabərdir 3, neytron bərabərdir neytron bərabər neçə yazıb? 4, elektron bərabərdir -3. Mənfi işarəsi buna görə qeyd edirəm. Amma elektron 3 deyəcəksiniz. Elektron -3 demirsiniz. 3 deyirsiniz. Amma şərti işarə olaraq baxın mənfi kimi qeyd olunur. Mənfi kimi qəbul olunur. Hesablamada da mənfi kimi aparılır. Deməli, A-ya baxırıq, müsbət istəyir bizdən. Müsbət nədir? Bax budur. Bu neytraldır. Ümumiyyətlə bunu gəlin biz dairəyə alaq ki, bu neytraldır. Neytral bir zərrəcikdir. Proton 3-dür. Görək 3 olan hansıdır? Bax, müsbət proton. Bax, belə birləşdirək də. Hətta bunu da belə. Bu da belə gedəcək. Proton A-dır, 3-dür. A 3 olanları nəzərə saxlayaq. Bunlar tamamilə silək buradan gəlin. Tamamilə burada səhvdir. İndi bunları nəzərə salaq. Daha sonra neytron. Amma B gəldi. Gəlin mənfiyə baxaq. Elektronumuz -3-dür. Bax, burada 3-dür. Amma burada necə qəbul edilib uşaqlar? 3 olaraq qəbul edilib. Elə baxanda da mən bildim ki, 3-dür. Çünki bax, bunlar gedir. 4 deyil, axı neytrondur 4. 3-dür. Cavab B variantı olacaq. 3-dür. Protonum 3-dür. Elektronum 3-dür. C də deyir ki, neytral. Yəni neytronum isə C-də də 4-dür. Bax, belə baxa bilərəm. Aha, deməli, gördüyünüz kimi burada uşaqlar B variantını nişanladıq və niyə də B olduğunu da sizlərə artıq izahını verdim mən. Aha, indi keçirik 3-cüyə baxırıq. Deməli, 4 proton, 5 neytron və 4 elektrondan təşkil olunmuş berilyum atomunun nüvəsi neçə zərrəciklərdən təşkil olunmuşdur? Biz bilirik ki, nüvəsi nüvə bərabər. Nüvənin işarəsi yoxdur. Yəni, hərfi işarəsi yoxdur nüvənin. Məsələn, kütlə ədədini biz A kimi qeyd etsək də, böyük A kimi. Amma nüvəni belə bir hərflərlə işarə etməyəcək. Proton üstə gəlinsin neytrona bərabərdir. Proton nə qədərdir? 4-dür. 4 üstə gəlinsin neytron nə qədərdir? 5-dir. Bərabər eləyəcək neçə? Ərəb əlifbası kimi sağdan sola getdi. 9. Deməli, hamısı da açıqdır demək olar ki. Fikrimizi əsaslandırsaq, nüvə bərabərdir proton və neytronun cəmindən. Yəni, proton və neytron nüvəni təşkil edir dedik axı dərsdə. Buna görə də berilyum atomunun nüvəsini 9 dənə zərrəcik təşkil edir. Bu da bu qədər. X, Y, düzdür də nüvəsi deyib də bizdən. Hə, cavab olacaq 9 uşaqlar. Eyni ilə qeyd etdiyimdə qeyd edin ki, yazın ki, necə tapdınız? Əvvəl, yəni, əgər çalışsanız yenə belə bir məsələdə geri qayıdıb baxa biləsiniz. X, Y, Z-i müəyyən edin. Atom, elektron təbəqəsi. Elektron təbəqəsində nələr yerləşir uşaqlar? Elektronlar yerləşir də adından bəlli olduğu kimi. E yazırsınız, yaxud da elektron. Keçdi X-a. X-da təşkil, əgər elektron getdisə, yerdə qalır nə? Proton və neytronda. Neytron var, deməli evrik olacaq proton. Protonla neytron nəyi təşkil edir? Nüvəni. Bu qədər sadə. Sağ olun uşaqlar, salamat qalın. Əgər dərsdən başa düşmədiyiniz bir şey olarsa, şərhlərdə qeyd etməyi unutmayın. Sağ olun.